7-ci günün 2-ci sualına gəlin sizlərlə bir yerdə baxaq. 27 dərəcə Selsi temperaturda nisbi rütubət 60% olarsa, havadakı su buxarının parsial təzyiqini paskallarla hesablayın. M verilib, molyar kütlə R verilib və burada 27 dərəcə Selsidə temperaturda doyan su buxarının sıxlığı ρ0 verilmişdir. Biz bilirik ki, P-nin düsturu P bərabərdir. ρ T bölək M-dir. Burada şagirdləri çaşdıran məqam budur ki, ρ-nun yerinə ρ0 yazırlar. Yəni, doyan su buxarının sıxlığını yazırlar. Xeyr, bu olmaz. Biz nisbi rütubətin düsturunu verib, Fi bərabərdir ρ bölək ρ0 düsturunu verib, buradan ρ-nu tapmalıyıq. Deməli, Fi bərabərdir ρ bölək ρ0 vuraq 100%-dir. Fi də 60%-ə bərabərdir nisbi rütubət, bərabərdir 60% yazıram. Buradan ρ bölək ρ0 bərabər olur 60 bölək 100-ə, yəni 0.6-ya. Artıq buradan ρ-nu tapa bilərəm. 0.6 vuraq ρ0 olacaq. ρ0-ın da qiyməti şərtdə verilib. 3 vuraq 10 üzəri mənfi 2. Onda olacaq 0.6 vurulsun 3 vuraq 10 üzəri mənfi 2. Bu da 1,8 vurulsun 10 üzəri mənfi 2-dir. Artıq gətirib bax bu düsturda yerinə yaza bilərik. Onda P bərabərdir. Ρ-muz 1,8 vuraq 10 üzəri mənfi 2. R-imiz 8-dir. T mütləq temperatur tapmaq lazımdır. 27 dərəcə Selsi verib. Kelvinə keçəndə əlbəttə ki, üzərinə 273 gəlirik. Bu da olacaq 300 Kelvin. Gəlin indi burada yerinə yazaq. Vuraq 300. 300-də 3 vuraq 10 üzəri 2 kimi yazıram. Və bölək böyüyüm. Molyar kütləyə də 18 vurulsun 10 üzəri mənfi 3 verilmişdir. Baxın, indi burada 10 üzəri mənfi 2 vuraq 10 üstü 2. Üstlər toplanda 10 üzəri 0 qalır. 10 üzəri 0 da bizə 1 verir. Aha, 1,8 və 18-i ixtisara apara bilərəm. Vergül atıram, bura bir 0 əlavə edirəm. Onda sürətdə 1, məxrəcdə qalır 10. Həmçinin 10 üzəri mənfi 2 ilə 10 üzəri 2 ilə getdi. Aha, toplayanda 10 üzəri 0 qaldı, qeyd etdik. Bura baxın, indi 8 vurulsun 3, 24 edir. 24 bölək məxrəcdə 10 vuraq 10 üzəri mənfi 3. O da 10 üzəri mənfi 2-dir. Bu da olacaq, əlbəttə ki, 10 üzəri mənfi 2 yuxarıya çıxanda olur 10 üzəri müsbət 2, yəni 24 vuraq 10 üzəri 2, 24 vuraq 100 deməkdir. O da olacaq 2400 Paskal.